Bəli, bura bizim buzovların sosial südləmə yeridir. Buzovlar 20 gündən sonra fərdi kulübələrdən çıxarılaraq sosial südləməyə keçirilir və burada işçi əməyi çox azdır. Robot südləmədən istifadə edirik. Yəni buzovlar gündəlik olaraq boyun nömrəsi kəməri ilə gündəlik normasına uyğun olaraq süd verilir. Az öncə balaca belə deyək, kiçik buzovların yanından gəldi. Bəs onlarla buradakı buzovların fərqi nədədir? Onlarla bunların fərqi əsasən buzovların riskli dövrü var ki, 21 günə qədər buzovlar çox riskli dövrdür. Yəni xəstəliklər immunitet qazanması aşağı olur və xəstəlikləri tutma açıq baryer qapı olur onlarda. Yəni burada artıq sosial südləmədə o baryer artıq bağlanır və xəstəliklərə tutulma ehtimalı çox aşağı düşür. Və biz burada robot südləmədə istifadə edirik. Həmin südləmə prosesində buzovlara artıq litraj olaraq, temperatur olaraq səhv etmə ehtimalımız yoxdur. Çünki artıq onu sistem özü tənzimləyir.